Əziz və möhtərəm müsəlman qardaşlarım, ilk öncə öz nəfsimə və sonra sizə Allah Subhanahu wa Ta'alədən haqq təqvası ilə qorxmağı tövsiyə edirəm. Həqiqətən kim Allahdan qorxarsa, Allah Subhanahu wa Ta'ala ona kifayət eləyər. Və Allah Subhanahu wa Ta'ala necə Quran-ı Kərimdə möminlərin sifətlərindən danışır. Və bir surədə danışır Allah Subhanahu o möminlərin sifətlərindən Mü'minun surəsində. Və bu surə çox əzəmətli bir surədir. Hansı ki, surənin əvvəli möminlərin sifətlərindən bir neçəsini əhatə eləyir. Və mömin, bilirsiniz ki, mömin müəyyən sifətləri var ki, o sifətlərə yiyələnməlidir. O sifətləri özündə daşımalıdır. Çünki mömin xüsusi bir dərəcədir. Xüsusi bir sifətdir. Və möminin şərəfi Allah yanında ucadır. Möminin şərəfi, məkanı, dərəcəsi Allah yanında böyüdür. Ona görə də mömin müəyyən sifətlər var ki, o sifətlərə yiyələnməlidir. O sifətləri özündə daşımalıdır. Və Allah Subhanahu wa Ta'ala Müminin surəsinin əvvəlində ilk ayəsində buyurur ki, Qad əfləhəl mu'minun. Yəni, artıq möminlər nəcat tapdılar. Yəni, möminlər artıq dünya və axirətdə nəcat tapdılar, uğur qazandılar. Və sahabə Əbu Səid Əl-Xudri radiyallahu anh rivayət etdiyi mərfu hədisdə buyurur ki, Allah Subhanahu wa Ta'ala cənnəti yaradanda cənnətə dedi ki, danış mənimlə. Cənnətə dedi ki, Qad əfləhəl mu'minun. Artıq möminlər nəcat tapdılar. Yəni, bu, həmin cənnətin dediyi bir kəlmədir. Allah Teala cənnəti yaradanda dedi ki, danış mənimlə, cənnətə dedi ki, qad əfləhəl mu'minun. Artıq möminlər nəcat tapdılar. Və Allah Subhanahu Teala bu ayəni Quran-ı Kərimdə nazil etdi və biz onu həmişə oxuyuruq, tilavət edirik. Və insan bu ayəni oxuduqca insanın nəfsi, həvəsi şövq edir ki, iman əhlinin sifətlərinə baxsın ki, görsün, iman əhlinin sifətləri nədir? Hansı möminlər nəcat tapdılar? Artıq möminlər nəcat tapdılar. Hansı möminlər? Hansı sifətlərə yiyələnən möminlər nəcat tapdılar? Və Allah Subhanahu Teala ayəni zikr edir ki, Əl-ləzīnə hum fi salatihim xaşiun. O kəslər ki, namazlarını xuşu ilə qılarlar. Vəl-ləzīnə hum anil-ləğvi mu'ridun. O kəslər ki, lağlağadan üst çevirərlər. Vəl-ləzīnə hum liz-zəkati fa'ilun. O kəslər ki, zəkatlarını verərlər. Vəl-ləzīnə hum li-furucihim hafizun. O kəslər ki, övrət yerlərini zinadan qoruyarlar. İllə alə əzvacihim əvmə mələkət eymanuhum fə innəhum qeyr mənumin. Yalnız zövcələri və sahib olduğu cariyələr istisna olmaqla. Buna görə qınanmazlar olar. Fəmən ibtəqa vərə ədəlikə fəuləkumul adun. Bundan artıqını istəyənlər həddi aşanlardır. Vəl-ləzīnə hum li əmanətihim və əhdihim ra'un. O kəslər ki, verdiyi əmanətləri, o kəslər ki, verdiyi əhdləri və əmanətləri qoruyarlar. وَالَّذِينَ هُمْ عَلَى سَلَوَاتِهِمْ يُحَافِظُونَ. O kəslər ki, namazlarını qoruyarlar. اُولَٰئِكَ هُمُ الْوَارِثُونَ. Onlar varis olanlardır. اَلَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ. Onlar Firdovs cənnətinə varis olanlardır, orada əbədi qalacaqlar. Və insan bu ayələri düşündükcə artıq görür ki, müminin sifətləri hansılardır.
Və Allah Subhanahu taala bu ayənin əvvəlini namazı o kəslər ki, namazlarını xuşu ilə qılarlar, başlayır. Axırını da nə ilə bitirir? O kəslər ki, namazlarını qoruyarlar. Namazın zikri fikir verirsiniz, ayənin həm əvvəlində, möminlərin sifətlərinin içərisində, həm əvvəldə, həm də axırda gəldi. Və deməli göstərir ki, namazın necə əzəmətli dəyəri var Allah yanında. Namaz necə əzəmətli bir ibadətdir, böyük bir ibadətdir. Hansı ki, Allah Subhanahu taala əmr edir ki, namaz qıl. Və namazı qorumaq səbəb olur insanın nəcat tapmasına. Yəni, o kəslər ki, namazlarını qoruyarlar. Yəni, namazın ərkanlarını, vaciblərini, müstəhəblərini, vaxtlarını qoruyarlar. Fərzlərini, sünnətlərini qoruyarlar. Namazı qorumaq bax elə olur. Vaxtını da qoruyursan, qəzaya buraxmırsan, sünnətlərini də qoruyursan, vaciblərini də qoruyursan, rükunlarını da, müstəhəblərini də qoruyursan. Və sonra Allah Teala buyurur ki, وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ O kəslər ki, lağlağadan üst çevirərlər. Ayədə keçən ləğv kəlməsi bütün batil şeyləri özündə əhatə edir. Bütün batil şeylərə şamil olunur. Başda şirk olmaqla bidət, küfür və bütün asiliklər. Yəni, mömin ona fayda verməyən bütün şeylərdən üz döndərər. O şeylər ki, ona fayda vermir, fayda gətirmir. Ondan uzaq olarlar. Niyə görə? Dinini qorumaq üçün, imanını qorumaq üçün. Və sonra buyurur ki, Allah Subhanahu taala وَالَّذِينَ هُمْ لِزَكَاتِ فَاعِلُونَ O kəslər ki, zəkatlarını verərlər. Və mömin daima zəkatını mühafizə edər, qoruyar, zəkatlarını vaxtında verər. Çünki zəkat insanın nəfsini təmizləyir, malını təmizləyir. Zəkat insanın nəfsini ən fəzilətli əxlaq dərəcələrini qaldırır. İnsanı ədəbləndirir zəkat. Necə ki, Allah Teala başqa ayda buyurur ki, قَدْ أَفْلَهَ مَنْ زَكَّاهَا Nəfsini günahdan təmizləyən artıq nəcət tapdı. Və zəkat sözü zəkə sözündəndir, yəni təmizləmək sözündəndir. Və sonra Allah Subhanahu wa Taala buyurur ki, وَالَّذِينَ لِأَمَانَاتِهِمْ وَعْدِهِمْ رَاعُونَ O kəslər ki, əmanətləri qoruyarlar. Və müminin sifətlərindən də əmanətləri qorumaq, əhdləri qorumaq, verdiyi əhdi qorumaq, əmanətləri qorumaq müminin sifətlərindəndir. Münafiqin sifətlərindən isə nədir? Əmanətə xəyanət eləmək, əhdə vəfasızlıq göstərmək. Və ona görə də buradan görsənir ki, necə bu sifətlər, hansı ki, mömin bu sifətləri özündə cəm etməlidir. Bu sifətləri daşımalıdır özündə. O, bunların hamısını həyata keçirtməlidir, yaşamalıdır bunları. Və sonra Allah Subhanahu taala buyurur ki, وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ O kəslər ki, övrət yerlərini zinadan qoruyarlar. Və zina ən böyük bəlalardan biridir, müsibətlərdən biridir. Və Allah Subhanahu taala burada möminin də sifətlərini gətirdi ki, mömin özlərini zinadan qoruyar. Yəni, həm gözlərini, həm övrət yerlərini zinadan qoruyar. Yalnız cariyələri və zövcələri istisna olmaqla. Və bu sifətlər, qardaşlar, çox əzəmətli bir sifətlərdir. Hər bir insan çalışmalıdır ki, bu sifətləri həyata keçirsin. Bu sifətlərə yiyələnsin. Bu elə bir sifətlərdir ki, insan bunu həyata keçirdərsə,
Firdovs əhlindəndir. Onlar da Firdovs əhlinin varisləridir. Orada əbədi qalacaqlar. Ən yüksək cənnət. Cənnətin ən yüksək təbəqəsidir Firdovs. Və insan iman əhli olmağı arzulamaqla mümkün deyil insan buna iman əhli olsun. Bu arzulamaqla, bunu istəməklə olmur, bunu əməl etməklə olur. İnsan bu sifətlərə yiyələnmək arzulamaqla deyil, əməl etməklə olur. Bu sifətlərə əməl etməklə, imanı özündə kamilləşdirməklə. İman nədir? İman itaətlə artır, asililə azalır. Allaha itaət etdikcə artır, Allaha asili etdikcə azalır. Və gərək sən imanı artırasan ki, əməlləri artırasan ki, bu sifətləri də yiyələnəsən. Və insan gərək nəfsi ilə mübarizə aparsın. Nəfsi ilə mübarizə aparsın ki, bu sifətlərə nail olsun. Əgər sən nəfslə mübarizə aparmasan, heç vaxt yiyələnə bilməzsən bu sifətlərə. Ona görə imanı qorumaq, imanı günahlardan, asililərdən qorumaq insanın dinini qoruması deməkdir. İnsan öz dinini qoruyur. Özünü zəlalətə, fəsad əhlindən olmamaq üçün imanını qoruyur. Və Allah Subhanahu wa Ta'ala'dan istəyirəm ki, Allah Subhanahu wa Ta'ala bizim hər birimizi özünün sevdiyi və razı qaldığı əməllərə yönətsin. Və bizim hər birimizi iman zinətinə zinətləndirsin. Və bizi sırat-ı müstəqimdə sabit etsin. Azmaqdan, bədbəxt olmaqdan qorusun. Əqul qavlu həzə, əstəğfirullahi li və ləkum və lisəl-i muslimin min kulli zəm əstəğfiruh, innəvəl qafur rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.